Təşviş həyəcandan qurtulmağın ən asan yolu dərman preparatlarıdır deyənlərə müraciət etmək istəyirəm. Çünki videolarda paylaşdığım zaman görürəm rəylərdə bu fikrə sadiq olanlar çoxdur. Amma təəssüflər olsun ki, gördüyünüz kimi bu dərman preparatları o qədər də əhəmiyyətli olmur. Çünki nə qədər də olsa antidepressantlar qəbul edərkən siz sanki psixikazın sizə verdiyi o siqnalları, o simptomları susturmağa çalışırsınız. Təbii ki, ən ağır dərəcələrdə medikamentoz müalicə metodu tətbiq oluna bilər. Lakin əgər paralel psixoterapiya ilə davam edərsə, çünki əks təqdirdə nə baş verəcək? Bir müddət sonra dərmanları dayandırdığınız vaxt yenidən həmin o simptomlar yaranacaq. Çünki biz əlamətlərlə deyil, biz səbəblərlə işləməliyik. Və ümumiyyətlə təşviş həyəcan pozuntusundan əziyyət çəkən insanlar, təşvişli düşüncə tərzinə malik olanlar, panik atak durumundan narahat olanlar çox vaxt çalışırlar ki, tez bir zamanda bu əlamətlərdən qurtulsunlar. Sanki mübarizə aparırlar, həmin o simptomlarla. Amma mübarizə deyil. Biz o simptomlardan dostlaşmalıyıq, çünki onlar bizə siqnal verir. Onlar bizə xəbər edir ki, hal-hazırda sənin bu psixikanda xətalar baş verir. Sən nəyisə doğru bir formada beynində incələmirsən. Yəni, onun istiqaməti sənə dağıdıcı bir reaksiya göstərir. Biz həmin o düşüncə prosesi ilə işləməliyik ki, səbəblər aradan qaldırılsın. Düşüncənin tərzi dəyişərsə, bu alqoritm dəyişərsə, deməli, siz artıq bu problemdən qurtulmağa yaxın olacaqsınız. Yavaş-yavaş əvvəlki reaksiyalarınız deyil, bir başqa cür hərəkət edəcəksiniz. Həm davranış modelinizə, insanlarla ünsiyyət zamanı göstərdiyiniz münasibət formulasına da bir başqa cür təsir göstərəcək. Özünüzü rahat hiss edəcəksiniz, əvvəlki kimi deyil. Çünki biz hadisələrdən özünüzü daim sığortalaya bilmərik. Nə vaxtsa nəsə baş verə bilər, amma bizim o hadisələrə qarşı təəssüratımız necə olacaq? Bax, bu bizim əlimizdədir. Ona görə düşüncələrdə yaranan xətaları aradan qaldırmaq lazımdır. Buna hazırsınızsa sizi gözləyirəm. Fərdi konsultasiya istəsəniz müraciət edərsiniz, istəsəniz bizim açıq qruplara daxil olun. Yaxın zamanda elə oradaca biz tezliklə bir görüş keçirəcəyik. Tamamilə ödənişsiz. Amma əgər artıq bilirsinizsə ki, şəxsi terapiya lazımdır, buna ehtiyac var və bu prosesə tam açıqsınızsa, buyurun fərdi şəkildə terapevtik kursuma yazıla bilərsiniz.